Anacığım ya. Bu nedir? 50 gramlık moyka nedir? Ha, ne olub ki? Bu ne demek 50 gramlıq moyka nədir? 50 qəpilik moyka olabilir, 50 gramlıq moyka olabilmir. Canım için bax, təkərin birin 50 grama qaraldırıq, o pişi maşında bir 50 litrə yuyuruq. Vəssalam, hava özü deyir, oğlum mən demirəm. Havaya bax, siskin yağış nə deməkdir? Yəni, get vur. Vurmaq yok, mən içmeyeceğim. Yoldaşım bilir sürxətində deyir, yok. Yəni, iki kişi sən yoldaşım elə deyirsən, mən də sənin yoldaşınam da. Düz başa düşeyim, mən Rumka yoldaşınam da yəni. Ara sənə demirəm, heç götürək çəkək başımıza. Səliqəli vuraq. Elə vuraq ki, qaraciyər hiss eləməsin. Xırda, allada. Və mən hərdən diyorsan elə vururam, heç mənim qaraciyərim, mən böyrəyim tutmur, söhbət nədən gedir. Xırda vuranda bilmir. Allada. Yok, nədənsə hər şey hamını alada bilərsən, arvad alada bilməzsən. Özə bu yaxınlarda da ad gün olacaq. Doğru. Hə, ona işləyib yaxşı hədiyyə almalıyam. Happy birthday toyudur. Həri, toyudur. Gəldilər. Ama Sandır'a ait. Bəh. Yorulmayasın kardeşler. Salam aleyküm. Aleyküm salam. Vaxtım azdır, gedəsi yerim var. Bəli. Maşı verim yuyum, bir saat gəl götürəm. Ha ne olar kardeş, bir daha bunu xırda vuraq qutaraq. Vuraq yox, yəni bunu xırda yuyaq qutaraq, sonra sənin maşını uyarıq. Ha, ne olar, problem yok. Belə. Buyurun, yorulmayasın. Çok sağ ol kardeş, çok sağ ol. Sağ ol. Öyle mi? Tanıdım bunu. Dostumuz da, komşumuzdur, məhəllə uşağıdır. Düzəlib Sandırayda işə. Kesin böyle deyir ki, ayda 1000 manat maaş alıram, bonusum olur, əlavə çak-çukum olur. Hala, biz neyniyək? Maşın olsa da bizdə də buradadır. Hava da yağışdır, nə biləcək nə var yox. Gəl maşını 1 saat fırlanaq, klient tutaqda 5-10 manat qazanaq. Sən bir dənə söz deyim. Gördün necə ruzu gəldi, nə var dedim ki, arvadın adı gündür. Uşağın ruzusu ayrıdır, arvadın ruzusu ayrıdır. Hə, onda vaxt itirməyək, bunu biraz sürək. Pul qazanada tüm böyle deyirsən arvadın adı günüdür. Qoy arvada yığım soruşur. Hala, şey arvada deməli, sən arvadan öş deyirsən. Arvad nə biləcək, nə var, nə yox. Nə biləcək? Hərdən biləcək. Ha, hər şey arvad bilir də. O alimlər deyirlər, insan meymundan əmələ gəlib, sonra təkamül olur. O təkamülü kim salıb kişilərin ağına? Arvadlar. Doğrudan. Əlbəttə. Ona görə də arvaddan heç gizlətmək olmaz. Bax, məsəl üçün təsəvvür elə, 3 gün arvad yoxdur. Neynirsən evdə, hə? Meymun kimi yaşayırsan. Ha, orası elədir, adam bilmir nə var, nə şəraitin olmur. Anam, indi hazır bizə pul lazımdır, arvadın da ad günüdür. Bir saat çıxa Sandıra aid, bizə nə qədər adam gəlib oturacaq maşına. Getdik. Gedək. Salam aleyküm. Salam aleyküm. Sağ ol. Bu nədir? Müştərini düşünməmisiniz? Bax, bu mənim özümdür. Nə bilim, bu mənim qardaşımdır, canımdır, oturub da. Nə ziyanı var ki? Bizim fikirlərimiz bir-birimizə çox uyğun gəlir, pik səviyyədədir. Bəli, bu qardaşla mən 30 ildir yeyib içirik. Bizim başımızı qoymadığımız ustol qalmayıb bundan. Deyəsən vuransız ha. Nədir, deyəsə fransız? Görsən? Deyəsən sözünə görə mən adam vurmuşam kəllə ilə. Deyəsən nədir? Biz nə tər vururuq? Paya kimi. Bizim əslində birinci işimiz budur, ikinci işimiz vurmaqdır. Vurmaqdır, bəli. Onda nəyi gözləyirik? Gedək də. Gedək də. Oy deyirəm ha, bir yan konuma bak, konum gör bizi hara getirdi. Yiyip içmeyen adam bura gelmemelidir, ancak yiyip senler gelmelidir bura kardeşler. Ay canım, kardeşler ne yapacak burada? Heç nə. Evdə oturmuşdum. Televizorda ata segahı getdi, kövrəldim. Dedim gəlim vurum. Ata segahı özəl elektrikli idi də. Qayda qanun belə deyək. Gəlin gedək qonağım olun. Ciddi sözümdür. Gedək, gəlin. Açımız yalandan sağ ol dinən də, gedək. Bu elə təklifdir ki, buna yox demək olmaz. Bu penal kimi bir şeydir. Yerində vurdun, vurmadın heç nə. Əvvəl bir dənə sulu yemək yeyək, sulu yemək. Biraz mədəmizi yağlayaq, ondan sonra səyərək vur. Mənə bax, bugün qonağımsız. Getdik. Ne olan deyirsən, hə? Özüm ölüm. Belə şeylə zarafat eləmək olmaz, ha? Kim zarafat edir? Həssasam. Ay can. Uy, bir yana var. Onu qoyaraq orada verəcək. Bunun pomidoru yox. Suyu ilə 1 litr vuraram. Gəl. Deyərsən pomidor da versin turşu. Deyirəm, bu çiskinli havançı budur da, qardaş. Hə? Ləzzət edir, canım sən. Buna bax. Bax. Çox dadlı bir yer. Ne vuraq, hə? Boş, nə.
Vuraq, Bunu vuraq. yeyirik, onsuz bunu vuranda ləzzət edir. Bu tamamlayır da bir-birini. Düzdür. İcazə verin birinci sağlığı mən deyim. Mən niyə deyirəm? Çünki mənim yeyib içmək stajım sizdən çoxdur. Mən bir nə vaxtdan içirəm. Oy, gedir. Sibelizan heç onda evlənməmişdi. Canımsan. Seydar Sayanın birinci əri hələ yox idi. Bilin nə də? Mən elə içirdim o vaxtı Fənər Çempionlar Liqasının zadında oynayırdı. Bir nə vaxt olub o? Fənər Çempionlar Liqasında oynayıb səhv eləmirəmsə daş dövründə. O vaxt görməm. Ondan sonra mən o görməmişəm. Nə idi mən istəyirəm? Bu vuraq. Vuraq. Bu düz deyil. Onun yaşı başı var da, amma dünyada 2 nəfərdir ki, yaşına görə belə formada qalıb. Biri bu da bir də Cristiano Ronaldo. Bəli, çünki mən hər gün razminka eləyirəm. Razminka. Razminka səhər durursan, xaladelnika açdın, çıxartdın qoydun o stolun üstünə. Lök, sizdən bir dənə cüp, pramoy qapısına gedir. Halal. Hə, burada gəl içək. Yolu uzaq olub, 3 dənə marşrut dəyişən oğlanların sağlığını. Məsəl üçün, özü qalır Günəşildə, işə gedir Saraya. Bildin nə, oradan minir, sonra gəlir metroya, metrodan manatlıqdan avtobusa, qalan da atla gedir. Bildin, təpiyə qalxırlar, biliyorsun, yağış, iş yeri təpədə, hündürlükdə, traktor zorla qalxır. Elə zəhmətkeş qardaşlarımız var, onların sağlığını içək. Sağ. Bana deyirlər devyatka. Fırladım bana, etdi ki. Bu da belə ləzzət edir, promo qabından. Nuş olsun. Mənə bax, maşın qəşən maşındır. Özümündür. Dünən almışam, hə. Dünən alıb. Xeyirli olsun. Çöldə dayanan ağ maşın deyirsiniz, Soundride yazılan. Hə, qaqaşan, nə olub ki? O mənim dostumun maşını idi. Söz satıb. Hələ 2 gün əvvəl demişdim ki, satanda mənə xəbər elə. Mən də ona 2 kəlmə söz deyərəm. Hə? Ha, sən necə adamsan? Sənə demədiyin maşını satanda mənə xəbər elə. Nə maşını satma? Moykaya vermişəm maşını. Nə Moyka? Maşını alan adam yanımdadır. Gözlə bir dəqiqə göstərim. Hə, mən maşınım səndə nə gəzir? Ha qardaş, o məndə öyrəmir. Mən maşına müştəri kimi minmişdim. Maşın bu... Aha, niyə bunlar? Araqla yeməyi də götür bax abi.